Salam aleyküm. Şiələr namazı kimin qıldığı kimi qılırlar? Roma papası necə Şah İsmail Xatani başa salıb, nə bilim. Şah İsmail Xatani necə deyib o cür. Bəli. O Peyğəmbərin namazı deyil də, o Səfəvilərin namazıdır. Əssalamu aleykum və rəhmətullah. Çox xahiş edirəm videonu sona qədər dinləyin. Və Roma papası sən demə Qamət Süleymanov və bu cür düşünənlərin peyğəmbəri imiş. Heç bizim xəbərimiz yox imiş. Gəlin videonun ardına diqqətlə qulaq asayın. Bu namazı onlar əsas qeyd ediblər. O da nə işləmək üçün? Çünki onlar işğal etdiyi yerləri deməli ibadətdə də fərqləndirmək istəyirlər. Osmanlılar nə idi? İstəyirlər seçilsinlər onlardan. Əhl-i-Sünnə mənbələri də aşağıya diqqət eləyin. Mutarrif rəvayət edir. Mən və İmran ibn Hüseyn İmam Əlinin əleyhissalamın arxasında namaz qıldıq. O səzdəyə gedəndə və başını qaldıranda təkbir deyirdi. Bu haçan baş verib İmam Əli əleyhissalamın xəlifəlik dönəmində. Namazı bitirəndən sonra İmran dedi: Bu bizə Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmin namazını xatırlatdı və ya bizə Peyğəmbər kimi namaz qıldırdı. Deməli, Roma papası Əbu Bəkr, Ömər, Osmana necə namaz öyrədibsə, bilmirəm. Qamətin dediyi kimi seçilməkdən ötürü onlar fərqli namaz qılıb. Amma Ağa Əmir əl-Müminin Əli ibn Əbu Talib əleyhissalam ki, xəlifə oldu və cəmaət ki, onun arxasında namaz qıldı, dedi ki, bizə Peyğəmbər kimi namaz qıldırdı və yaxud da Peyğəmbərin namazını xatırlatdı. Deməli, gör, Əbu Bəkr və Ömər, Osman Roma papasından necə dərs alıbsa, başqa cür namaz qılıb, sahabələr indi təəccüb edir ki, əsl Peyğəmbər namazı qıldı ki, gəlin indi davam eləyək. Hər bir şeydə çalışırdılar, seçilsinlər. Məsələn, sünnilər ayaqlarını yuyur, onlar dilər yumuyaq, məhz çəkək. Diqqət eləyin, Hüreyz ibn Usamə deyir, mən Peyğəmbərin sallallahu aleyhi və aleyhi və səlləmin ayaqlarına məhz çəkdiyini gördüm. Quran ayəsini gətiririk, orada yalandan sağa sola çəkirsiniz. Amma hədis sizin əqidənizin hədisidir və belə çıxır ki, qamətə görə, nauzubillah, estağfurullah, hətta Roma papası sən demə Peyğəmbərə də dəstəmaz qaydasını öyrədib. Çünki biz şiələr hər nə eləyiriksə, Roma papasının göstərişinə görə əsasən eləyirmişik. Peyğəmbər də eynən bizim etdiyimizi eləyirmiş. Sən demə elə Roma papası Peyğəmbərə də dəstəmazın qaydasını öyrədib. Gəlin davamına diqqət eləyək. Məsələn, sünnilər düzdür, əl dəstəmazda dirsəyəcən yolmalıdır. Fərqi yoxdur belə. Amma ona dedilər ki, belə olmaz, nə də sünnilər belə eləyir. Əksinə, yuxarıdan. Hətta bəzilər dedilər ki, kim belə eləsə dəstəmazı batildir. Bilmirəm necə eləyək. Əbu Hüreyrə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: Əllərinizi biləklərinizdən başlayaraq yuyun, sonra üzünüzü, sonra əllərinizi dirsəkdən yuyun. Neyinin? Əllərinizi dirsəkdən başlayın yumağa. Yəni yuxarıdan başlayın yumaya aşağı qədər. Neyə indi Əbu Hüreyrə Peyğəmbərdən nəql edir. Peyğəmbər də nauzubillah, yəqin ki, Roma papasından öyrənib də. Necə eləyək? Gəlin davamına baxayıq. Sonra sünnilər belə qılır, Peyğəmbərlər necə qılıb o cür, bunlar dedilər belə qılaq. Yəni bunlar hamısı nədir? Seçilmək üçün. Qeyd edir ki, Peyğəmbərlər necə qılıb? Elə bir ki, Peyğəmbərlər hamısı əli-bağlı namaz qılıb. Və əli-bağlı namaz qılmaq vacib yox, müstəhəb bir əməldir sizdə. Ey Qamət Süleymanov. Deməli, Peyğəmbərin sahabələrindən olan Əbu Hüreyrə, Dusi, Səhil, Səidi, Əbu Səid Səidi, Əbu Qətadə, Haris ibn Rəbəi, Muhammed ibn Müsəlləmənin yanında o həzrətin necə namaz qılmağından onun vacibi və müstəhəbbi tərəflərindən geniş izah verdi. Bax, həm vacib, həm müstəhəbdən geniş izah verdi. Amma əlləri bağlamaq haqqında heç bir kəlmə demədi. Yəni, əlləri açıq vəziyyətdə namaz qılmağından danışır və s. və ilə axır. Bu da sünnəni Beyhəqqidə deyir. Yəni, hətta sünnəni Tirmizdə də var. Yəni, demək istəyirəm ki, yəqin ki, Qamət, Peyğəmbər əli bağlıda, əli açıq da namaz qılıb. İndi buna da yəqin ki, biz əli açıq qılırıq və Peyğəmbər də qılıb. Yəqin ki, Roma papası öyrədib. Gəlin davamına baxay. Azanda Əli Ənvəliyullah artırıldı. Şəhadətdə artırıldı. İndi bu qeyd edir ki, biz Roma papasının
göstərişinə əsasən azana nəsə əlavə eləmişik. Amma indi mən sübut eləyəcəm və azana kim nə əlavə eləyib onu da göstərəcəm. Baxın, Əs-Sələfi fil umrul xilafət səhifə 32-də. Bir kişi peyğəmbərin yanına gəlir və deyir: "Ya Rəsuləllah, bir şey eşitmişəm ki, hələ belə şey eşitməmişdim." Rəsulullah soruşdu: "Nədir o?" O adam, həmin o şəxs deyir: "Salman azanda sizin Rəsulullah olmanıza şəhadət verdikdən sonra Əlinin vilayətinə də şəhadət verir." Peyğəmbər nə deyir? Buyurdu: "Yaxşı və xeyirli bir şey eşitmisən." Kimin kitabıdır? Sizin kitabınız. İndi gəlin baxayın, görəyin azana kim yenilik gətirib ki, seçiləsiz. Deməli, Müvəddəanın 1-ci cildinin 72-ci səhifəsində buyurur ki, müəzzin gəldi Ömər ibn Xəttabba sübh namazının yetişdiyini desin. Ömərin yatdığını görəndə uca səslə dedi: "Əs-salatu xayrun minən-nəvm." Ömər ona əmr etdi ki, bu ibarəni sübh azanında qərar versin. Baxın, bu da əslində siz əlavə eləmişsiniz seçilməyə görə. Çünki Roma papası sizə yaman dərs verir. Gəlin davamına baxayım. Möhür qoydular. Möhür qoydular. Hamısı nə idi bunlar? Nəyə xidmət edirdi? Osmanlılara qarşı və sünnilərə qarşı, sünnilərdən seçilmək üçün. O namaz, bu namaz, şiə namazı ondan qalıb bu formada. Bəli. Baxın, çox gülməli bir insandır bu. Yəni, komedixanaya baxanda adam bu qədər gülmür. Amma buna baxanda adamın nasrenası təmiz açılır. Hansı şübhəni gətirdin? Eynən sənin əqidəndə var. Əgər bizə Roma papası öyrədibsə, sizə bizdən qabaq öyrədilib ki. Bu özü gülməlidir həqiqətən də. Gəlin indi bu möhür məsələsinə bir dənə yüngül varı toxunayım. İlk əvvəl Səhih Buxarıda Təyammüm kitabında buyurulur ki, Allah Rəsulü buyurur ki, yer mənə məscid, yəni səcdəgah və paketici qərar verildi. Bax, burasına diqqət edin. Yer mənə səcdəgah qərar verildi və paketici qərar verildi. Əgər bu yerdə torpaq nəzərdə tutmasaq, ümumi olan məkan nəzərdə tutsaq, onda gərək evimizin içi də paketici olar. Məsələn, bizim evimizin içi xalçadandır və taxtadandır. Taxtanın üstünə xalça sərmiş. Onda görə deyək ki, xalça və taxta özü paketicidir. Demək ki, buradakı yer torpaq nəzərdə tutulur ki, yəni torpaq mənə paketici və səcdəgah qərar verildi. Yox, əgər ki, biz bunu torpaq nəzərdə tutmasaq, gərək onda xalçanı da paketici qərar verək. Və paketmənin də bir qaydası Allah Quranda buyurur ki, əgər ki cünublu olmusunuzsa, qusl alın, əgər ki su yoxdursa, bu imkan yoxdursa, neyin? Torpaqla paklanın, təyammüm eləyin. Əgər rast yer olmasa, gərək biz xalça ilə də təyammüm ala bilərik, taxta ilə də təyammüm ala bilərik. Bu elə özü göstərir ki, həqiqətən də torpaq nəzərdə tutulur. Əl-qərəz. Gəlin indi Sünnə-i Kubranın 2-ci cildinin 106-cı səhifəsinə baxaq. Nə deyir? Cabir İbni Əbdullah deyir: "Mən zöhr namazını peyğəmbərlə birlikdə qıldım. Hava şiddətli şəkildə qızmar olduğuna görə bir daş parçasını əlimdə soydurdum ki, onun üstünə səcdə edəm." Baxın, əgər ki daşa, torpağa səcdə eləmək vacib deyildisə, gərək onlar öz paltarından, ən azı əmmaməni başına çəkə bilərdi, səcdə eləyə bilərdi. Ənəs ibn Malik deyir, biz peyğəmbərlə birlikdə çox qızmar havada namaz qılırdıq. Hər birimiz bir daş parçası əlimizə soydur, sonra onu qoyub üstünə səcdə edirdik. Bax, bu da Sünnə-i Kubrada keçir. Biz də eynən o cür eləyirik. Bizim əlimizdəki adı möhürdür. İstəsən buna möhür demək, istəsən buna yumru bir dənə kəsək denən, torpaq denən, nə deyirsən de. Torpağın materialındandır, torpaqdır, sadəcə onun düzəldilmiş formasıdır da, şəkillənmiş formasıdır. İstəyirsən şəkil vermə, lap bir ovuc torpaq götür həyətdən, gətir tök evin içinə səcdə elə. Eyni şeydir, biz ümumiyyətlə, məsəl üçün, həyətdə zətdə namaz qılanda heç möhür qoymuruq, torpağın üstünə səcdə eləyirik. Çünki torpaq vacibdir səcdə olması yer. Yəni, yeyləsi və geyləsi şey olmasın. İndi maraqlısı budur. Qamət bəy Axtandan danışır, şübhə gətirir ki, bizim şişələrin qıldığı namaz güya Roma papasından bizə gəlib çatmadı. Amma hədislərə baxdıq, sizin namazla bizim namazın heç bir fərqi olmadı. Onda belə çıxır ki, sizin də namaz Roma papasından gəlib çıxmadı. Yəni, bu qədər adam cahil olmaz. Heç olmasa danışanda bir əqidə və nəzər sal, axı sən Şeyxül İslamsan axı.
Sən bilməlisən, sənin əqidəndə də bu var. Eynisi sənin əqidəndə də var. Əgər biz Roma papasından din götürmüşüksə, siz bizdən qabaqda Roma papasından din götürmüsünüz. Axı siz buyurursunuz ki, birinci biz var idi, sonralar şiələr çıxıb meydana. Bunu deyirdiniz axı. Onda gərək siz Roma papasının davamçısı olasınız. Biz də Əli ibn Əbu Talib əleyhissalamın davamçısı. Allah sizi Roma papası ilə məhşur qərar versin. Bizi də Muhammed Mustafa sallallahu aleyhi və səlləm və ağa Əmirəl-Möminin Əli ibn Əbu Talib əleyhissalamla. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.